Selamun Aleyküm. Yenə bir ünvan, yenə bir problem. Bu hissədə gördüyünüz kimi qapı qoyulub, stanok olunubdur, ev yəsini tapşırılır. Əslində burada necə olmalıydı? Keramik qranitlə laminat kəsişməsi qapının alt hissəsində qalmalıydı. Əslində ustalar necə eləməlidir? Qapının vurulmamışdan əvvəl ev yəsinə məsləhət eləmək lazımdır ki, qapı çölə açılacaq və yaxud da içəri açılacaq. Onu məsləhət eləyəndən sonra, əgər çölə açılırsa, çöl divardan içə doğru keramik qraniti 3 sm və yaxud da 4 sm buraxılır, laminat gəlib buna birləşir. Əgər içəri açılırsa, yenə eyni. Divarın sıfırından içə doğru 3 sm və yaxud da 4 sm buraxılır, keramik qranit gəlib laminata birləşir. Bu kəsişmə hissəsi belə deyim, burada izah edeyim, burada var. Bu kəsişmə hissəsi qalır qapının altında. Çöl tərəfdən laminat, üst tərəfdən keramik qranit bilinmir. Əslində olan budur. Belə çox kobud görsənir. Bu şeyə diqqət eləmək lazımdır. Qapı almamışdan qabaq, pol vurulmamışdan qabaq.